Salam hörmətli həmkarlar, bildiyiniz kimi bu tip sürət məsələlərində müəllimlər çox çətinlik çəkirdi, əziyyət çəkirdilər. Əslində bunun mən fərqli yolla izahını vermişəm sınaqlarda, nə bilim Vüqar Zeynalovun kitabında və s. Amma ki görürəm ki müəllimlər yenə də çətinlik çəkir. Ona görə qısa bir izah çəkmək istədim buna ki, fərqli yol daha doğrusu, fərqli bir yol demək istədim. Bəlkə bu fərqli yol sizin yadınızda qalar. Deməli bu nədir? Deyir 50 dərəcədə birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətindən 3 dəfə azdır. Birinci reaksiyanın temperatur əmsalı 2, ikinci reaksiyanın temperatur əmsalı 3'dür. 30 dərəcədə birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətinə nisbətini müəyyənləşdirin. Deməli müəllimlər, burada biz nə edəcəyik? Deməli bizə 2 dənə fərqli reaksiyalar verir. Birinci başqa reaksiyadır, ikinci bir başqa reaksiyadır. 2 dənə ayrı-ayrı reaksiyalardır. Ayrı-ayrı reaksiyalar olduğuna görə bu ayrı-ayrı reaksiyalarına uyğun olaraq temperatur əmsalları da fərqlidir də. Birinin temperatur əmsalı 2-dir, digərinin temperatur əmsalı 3'dür. Gəlin yazaq. Deyək ki, bizə verib birinci reaksiya, bir də verib ikinci reaksiya. Birinci reaksiya üçün qammamız, yəni qamma birimiz bərabərdir. Birinci reaksiyanın deyir temperatur əmsalı 2-dir. İkinci reaksiyanın temperatur əmsalı, yəni qamma 2'miz isə deyir neçəyə bərabərdir? 3'ə bərabərdir. Yazdıq. Qamma birimiz 2'yə, qamma 2'miz isə 3'ə bərabərdir. Aha. Və bizə deyir verir temperaturları. Deməli əvvəlcə temperaturu veribdir neçə dərəcə? Temperaturu verib deməli 50 dərəcə. Temperaturu 50 dərəcə veribdir. Burada da elə bir ki, gəlin belə yazaq da istəyirsiniz. Temperaturu 50 dərəcə yazaq. Bu zaten birinci reaksiyanı təmsil edir. Bu da ikinci reaksiyanı təmsil edir də. Temperaturu da yazaq 50 dərəcə. Aha, ikinci növbəti temperaturu neçə dərəcə verib? 30 dərəcə verib. Aha. Və bizə deyir ki, 50 dərəcədə, bax bu 50 dərəcə yerinə baxırıq. Bax deyək də yenə deyirəm, bax bu birinci reaksiyanı təmsil edir. Qamma 1, 2 olan. İkinci reaksiya isə qamma 2'miz 3 olan təmsil edir. İndi bizə 2 dənə dərəcə verib. 50 dərəcə, 30 dərəcə. Və bizə deyir ki, 50 dərəcədə birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətindən 3 dəfə azdır. Məsəl üçün, ikinci reaksiyanın sürətinə bir x desək, bilmirəm axı nə qədərdir. Onda birinci reaksiyanın sürəti ondan 3 dəfə az olacaq. Yəni birinci reaksiyanın sürəti 50 dərəcədə x bölünsün 3 olacaq. Yenə deyirəm, baxın, bizə 2 dənə reaksiya verib, hər reaksiyanın temperatur əmsalı fərqlidir yazmışam yerinə. 2 cürə temperatur verib, birini 50 dərəcə, biri 30 dərəcə. 50 dərəcədə ikinci reaksiyanın temperatur əmsalı, daha doğrusu 50 dərəcədə daha doğrusu ikinci reaksiyanın sürəti deyir birinci reaksiyanın sürətindən 3 dəfə çoxdur. Və yaxud da ki, fərqli deyib ki, birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətindən 3 dəfə azdır. Yəni ikinci reaksiyanın mən əgər sürətini x-dan işarə etsəm, onda birinci reaksiyanın sürəti x bölünsün 3 yazmalıyam da 3 dəfə az olduğuna görə. İndi baxın 50 dərəcədən 30 dərəcəyə keçid elədik. Temperatur nədir? 20 dərəcə azaldı. Temperatur 20 dərəcə azalanda birinci reaksiyanın üçün qammamız 2 olduğuna görə reaksiyanın sürəti 2 üstü -2 qədər dəyişəcək. Niyə? Çünki düsturumuz var axı. Temperatur dəyişimine görə biz sürət dəyişimini hesablayanda birinci reaksiyanın öz daxilində onun sürət dəyişimini hesablasaq, o zaman deməli bilirik axı reaksiyanın sürəti deməli VT2 bölünsün VT1 bərabərdir qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Burada T2'miz 30'dur, T1'miz də 50'dir. 30'dan 50 çıxanda 20 dərəcə. -20 olur da. Düzdürmü? -20 olur. -20'ni də ona böləndə -2, 2 üstü -2. Qammamız da 2-dir axı. 2 üstü -2 qədər reaksiyan sürəti dəyişməlidir. O zaman 2 üstü -2 nə deməkdir? 4'də 1 deməkdir də. 4'də 1 deməkdir. Deməli onda birinci temperaturda, yəni 50 dərəcədən ikinci temperatur, yəni 30 dərəcəyə keçəndə bu birinci reaksiyanın qamması 2 olduğuna görə birinci reaksiyaya görə sürət 2 üstü -2, yəni 4'də 1 qədər dəyişməlidir. Yəni x bölünsün 3 4 dəfə azalmalıdır. 4 dəfə azalanda x bölünsün 3 vurulsun 4 olacaq. Yəni başqa cür desək x bölünsün 12. Bax 3 vurulsun 4'ü 12 kimi yaza bilərik də. O zaman 30 dərəcə Selsi temperaturda birinci reaksiyanın sürəti x bölünsün 12 olacaq. Bəs digər reaksiya üçün nə baş verəcək? Digər reaksiyada da yenə qammamız 3'dür. Temperaturu 50 dərəcədən 30 dərəcəyə çatdıranda temperatur 20 dərəcə azalır. Reaksiyanın sürəti 3 üstü -2 qədər dəyişməlidir. 3 üstü -2 də nə deməkdir? 3 üstü -2 1 bölünsün 9 deməkdir. Deməli, ikinci reaksiyanın 50 dərəcədəki sürəti x-dirsə, 30 dərəcədəki sürəti ondan 9 dəfə az olmalıdır. Yəni x bölünsün 9 olmalıdır. İndi artıq biz həm 30 dərəcədə, həm də beləliklə daha doğrusu həm 30 dərəcədə həm birinci reaksiyanın sürətinin x bölünsün 12 olduğunu tapdıq, həm də ikinci reaksiyanın sürətinin x bölünsün 9 olduğunu tapdıq. Yəni bax həm birinci reaksiya üçün sürəti müəyyənləşdirə bildik x bölünsün 12, həm də ikinci reaksiya üçün sürəti müəyyənləşdirə bildik x bölünsün 9. İndi müəllif bizə deyir ki, 30 dərəcə Selsi temperaturda birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətinə nisbətini müəyyənləşdir. Yəni x bölünsün 12'ni deyir gəl böl x bölünsün 9'a. Burada da x bölünsün 12, 9 yuxarı qalxacaq, x düşəcək aşağı. Bunlar arasındakı nisbət 0'dan %70
%75 eləyəcəkdir və nisbət 0,75-ə bərabərdir. Buna uyğun bir dənə də nümunə daxil etmişəm. Gəlin ona da baxaq. Belə bir məsələ daxil etmişəm. Gəlin bu məsələyə baxaq. Burada da yenə bax bizə nə deyir, nə veribsə yazıram. Deməli bizə verib 2 dənə reaksiya. Birinci reaksiya, ikinci reaksiya. Birinci reaksiya üçün bax temperaturları yazaq 25 dərəcə, özümüzdən artıraraq gedir 35 dərəcə, 45 dərəcə, 55 dərəcə və s. Niyə belə yazdım? Çünki Van 't Hoff qaydasına görə temperaturu hər 10 dərəcə Selsiyə artıranda biz reaksiyanın sürət dəyişiminə baxırıq da. Ona görə o özündən sadəcə temperaturlar yazdım. İstəsəz variantlardakı temperaturlarda yazarsınız, istəsəz belə də yaza bilərsiniz. İndi gəlib baxaq. Deyir ki, birinci reaksiyanın orta sürəti 4A, ikinci reaksiyanın orta sürəti A-ya bərabərdir. Aha, onda 25 dərəcədə mən bu birinci reaksiya üçün, bura birinci reaksiyanı təmsil edir bu tərəf, sol tərəf. Birinci reaksiyanın sürəti 4A-dır, ikinci reaksiyanın sürəti A-ya bərabərdir. Və mənə deyir ki, birinci reaksiyanın temperatur əmsalı, ikinci reaksiyanın temperatur əmsalından 2 dəfə azdır. Onda mən ikinci reaksiyanın temperatur əmsalına 4 desəm, birinci reaksiyanın temperatur əmsalına 2 deməliyəm. Niyə belə deyirəm? Çünki biz bilirik ki, temperatur əmsalı 1, 2, 3, 4 qiymətləri ala bilər Van 't Hoff qaydasına görə. İndi ikincinin temperatur əmsalı birincidən 2 dəfə çoxdursa, onda mən ikincinin temperatur əmsalına 4 deməliyəm. Birincinin də temperatur əmsalına 2 deməliyəm ki, 4 2-dən 2 dəfə çox olsun və ya da 2 4-dən 2 dəfə az olmuş olsun da hərəsinə uyğun bir temperatur əmsalı verdim. Özümdən yazdım. Birinə 2, birinə də 4 yazdım. İndi biz bilirik ki, Van 't Hoff qaydasına görə burada məsəl üçün 25 dərəcədən 35 dərəcəyə gələndə temperatur 10 dərəcə artır. Temperatur hər 10 dərəcə artanda birinci reaksiyanın temperatur əmsalı 2 olduğuna görə reaksiyanın sürəti 2/1 qədər. 2/1 də 2 dəfə artar deməkdir də. Onda 25-dən 35-ə gələndə reaksiyanın sürəti 2 dəfə artmalıdır, yəni 8A olmalıdır. İkinciyə baxanda, məsəl üçün, yenə deyirəm, temperatur dəyişimi 10 dərəcə, 25 dərəcədən 30 dərəcəyə gəldim, temperatur 10 dərəcə artdı. Temperatur 10 dərəcə artanda reaksiyanın sürəti, temperatur 10 dərəcə artanda reaksiyanın sürəti necə dəyişməlidir? Qamma üstü bu dəyişim qədərdir. Yəni axı düsturumuz var, bilirsiniz də Van 't Hoff qaydasına görə bir reaksiyanın T2 və T1 temperaturlardakı sürətlərini müqayisə edəndə hər hansı bir, məsəl üçün deyək ki, birinci reaksiya ya da ikinci reaksiya üçün baxıramsa, bu düstur necə olacaq? Həmin o reaksiyanın ikinci temperaturdakı sürəti bölünür birinci temperaturdakı sürətinə bərabər olur qamma üstündə T2 çıxılsın T1 bölünsün 10. İndi məsəl üçün mən ikinci reaksiya üçün baxanda burada sürət dəyişimi necə baxa bilərəm? 25-35 dərəcə arasında sürət dəyişimi necə baxa bilərəm? Qamma üstü, qammamız da 4-dür də. 4 üstü T2 çıxılsın T1, 35-dən 25 çıxanda edir 10, ondan da 10-a böləndə 1 eləyir də. Yəni bu T2 çıxılsın T1 bölünsün 10, 1 deməkdir. Qammamız da 4 olduğuna görə reaksiyanın sürəti 4/1, yəni 4 dəfə artmalıdır. Onda reaksiyanın sürəti A-dırsa 4 dəfə artacaq, A-dırsa deməli 4 dəfə artar, 4A olar. Onda 35 dərəcə Selsiya temperaturda burada sürət 4A olacaq. Növbətisinə baxaq, 45 dərəcəyə baxaq. Yaxşı, indi 25-dən 45-ə keçidə də baxa bilərsiniz, 35-dən 45-ə də keçidə baxa bilərsiniz, necə rahat eləyək. Siz gəldiniz lap 25-dən 45-ə keçidə baxaq. 25-dən 45-ə keçid eləyəndə temperatur 20 dərəcə artıb. Temperatur 20 dərəcə artıranda birinci halda qammamız 2 olduğuna görə reaksiyanın sürəti 2/2 qədər. Çünki temperatur 20 dərəcə artanda T2 çıxılsın T1-imiz 20-dir. 20-ni ona böləndə 2 edir. Qamma üstü 2, yəni 2/2 bizə verəcək 4. Onda 25-dən 45-ə keçəndə reaksiyanın sürəti 4 dəfə artmalıdır. 4 A-dırsa 4 dəfə artıb 16A olmalıdır. İkinci reaksiyada da həmçinin həmən qaydadan istifadə eləsək, temperatur dəyişimi 25-dən 35-ə keçid, 25-dən daha doğrusu 45-ə keçid eləyəndə 20 dərəcə artdı. Reaksiyanın sürəti temperatur əmsalı üstü 2. Temperatur əmsalımız 4-dür, 4 üstü 2. Yəni 16 dəfə artmalıdır. Onda 25 dərəcədə sürət A-dırsa 16 dəfə artıb 16A olacaq. Aha, elə gördük ki, 45 dərəcədə bunların sürətləri bərabərləşdi. Yəni 16A 16A-ya bərabər oldu. Yəni doğru cavabı biz burada 45 dərəcə kimi vurğulaya bilərik. Məsəl üçün sual versələr ki, bəs 55 dərəcədə neçə olur? Məsəl üçün 55 dərəcədə neçə olur? Onu da tapa bilərsiniz. 25 dərəcədən 55 dərəcəyə gələndə temperatur 30 dərəcə artdı. Temperatur 30 dərəcə artanda birinci reaksiya üçün qammamız 2-dir. 2/3 qədər. İkinci reaksiyada qammamız 4-dür. 4/3 qədər reaksiyanın sürəti artacaq. Məsəl üçün 25-dən 55-ə keçidə baxmışıqsa, gəlin lap onu bir fərqli rənglə yazaq. 25-dən 55-ə keçidə baxmışıq da. 25-dən 55-ə keçid eləyəndə birinci reaksiyanın sürəti 2/3, yəni 8 dəfə artacaq. 4A 8 dəfə artar, olar 32A. Digəri isə 4/3. 4/3 nə qədər eləyir? 4-dən 4, 16, 16-dan 4-dən 64 eləyər deyərlərmi? 64 dəfə artar. A-dırsa 25 dərəcədə 55 dərəcəyə keçəndə 64 dəfə artıb 64A olacaq. Aha, bu zaman nə baş verdi? İkinci reaksiyanın sürəti birinci reaksiyanın sürətindən 2 dəfə çox olmuş oldu. Bəzən sual verir, deyir ki, hansı temperaturda ikinci reaksiyanın sürəti birinci reaksiyanın sürətindən 2 dəfə çox olar? Və ya da ki, hansı temperaturda birinci reaksiyanın sürəti ikinci reaksiyanın sürətinə bərabər olar? Bax, burada bizdən hansı temperaturda deyir, bu reaksiyaların sürətləri bərabərləşər? 16A, 16A 45 dərəcədə. Cavab 45 dərəcə olur. Əgər bizə sual versəydilər ki, hansı temperaturda ikinci reaksiyanın sürəti birinci reaksiyanın sürətindən 2 dəfə çox olar?
55 dərəcədə 64A 32A-dan 2 dəfə çoxdur. Və ya da hansı temperaturda birinci reaksiya sürəti ikinci reaksiya sürətindən 2 dəfə çox olar? 35 dərəcədə. Çünki 35 dərəcədə birinci reaksiya üçün 8A, ikinci reaksiya üçün 4A tapdıq. 8A 4A-dan 2 dəfə çoxdur. Yəni belə suallar verirlər adətən. Yəni bu şəkildə də tapa bilərsiniz. Yəni nə edirsiniz? Gəlib birinci reaksiyanı, ikinci reaksiyanı yazırsınız. Hərəsinin qammasını ayrı-ayrı yazırsınız və temperaturları yazırsınız. Temperaturları yazmaqla sürətləri, hər temperatura uyğun sürətləri də yazıb avtomatik hesablama apara bilərsiniz. Yəni sizə necə rahatsa o yoldan istifadə edin. Bu biraz fərqli yoldur. Mənim amma sınaqlarda izah elədiyim və ya ki Vüqar Zeynalov kitabında izah elədiyim yol isə fərqli yoldur. İndi sizə hansı yol rahatdırsa müəllimlər o yoldan istifadə edib hesablama apara bilərsiniz.